Səhər mola gəlmək çox gözəl hissdir. Çay butaklarımda 안녕하세요. Melik Hanım. Bu isə çox gözəl və rəngarəngdir. Namsan Tower. Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bu vlog gündəlik vloglardan biridir. Və geyimimdən də anladığınız kimi bu qış vloqlarından biridir. Uzun müddət idi ki, vaxt baxımından çatdırmadığıma görə çox az vloq paylaşırdım və üst-üstə yığışmışdı. Amma nəhayət zamanı gəldi, çatdı. Hamıya xoş seyirlər. Səhər mola gəlmək çox gözəl hissdir. Çünki adam çox azdır, rahat gəzirsə və sadəcə təklikdə həzz ala bilirsən. Gəldim, Madoyam. Üstündə səhər yeməyi yeməmişəm, amma bunlara baxıram, bunlardan mənə olmaz hal-hazırda. Çünki həkimə getmişdim, müəyyən analizləri verdim. İndi müəyyən qaydada pəhriz saxlayacağım və indi baxıram ki, nə olar və nəyi yesəm daha yaxşı olar. Biraz düşünməyə ehtiyacım var. Əslində, hava soyuq olmasaydı, burada oturmaq lap gözəl olardı terrasda. Amma az qalıb. Əslində üst geyimdə oturmaq olar, o qədər də soyuq deyil, amma istəmirəm ki, soyuq dəysin. Sifarişimi verdim, bayaq həkimə getmişdim və müəyyən şeylər yemək olmaz deyənlər çox seçdim, amma şimdi əlimdə yəni olan dərəcədə çalışdım, qaydalara riayət edim. Və dekabr ayından bəri bu kitabı çapa vermişəm, amma hələ bir ay yarımdır ki, indi götürürəm. Poliglotlara aid kitabdır. Əslində, mənim özümün də belə bir məqsədim var ki, poliglot məsləhətləri kitabı yazmaq kimi bir planım var, istəyim var, arzum var. Və maraqlı idi ki, burada nələr var. Çox qısadır və baxıram ki, elə bir çox şey, yəni fikirlərimiz üst-üstə düşür. Çox yaxın zamanda istəyirəm bunu həyata keçirdim. Sifarişim gəldim. İndi artıq yemək vaxtıdır. Gəldim, sevimli məkana. Librasa. Gedək görək, nə tapa bilirik bu dəfə. Əslində, ağlımda tutduğum bir neçə kitab var. Görək. Təəssüf ki, istədiyim kitab növləri bitib Librafda. Mənə məsləhət gördülər ki, Alinino var. Mən heç bilmirdim ki, burada Alinino var. İndi gedirik ora. Və orada Librafda maraqlı bir belə deyək, təsadüfi görüş baş verdi. Onu da az sonra sakitçilikdə sizə danışaram. Bilməyənlər üçün və yaxud mənim kimi fikir verməyənlər üçün burada Alinino və qrafika var imiş. Gedək görək sonuncu mərtəbədə. Bir snowboard xəstəsi olaraq ilk növbədə diqqətimi bunlar çəkdi elə girişdə. Çox gözəldir. Burada bir neçə cür kitablar var, indi seçirəm. Ümumi Librafda bitsə də burada var. Çox sevindirici haldır. Deməli, alış-verişimi elədim, kitab aldım, evdə göstərəcəm. İndi isə iş görüşməsinə getməliyəm və artıq vaxt gəlir. İndi isə gedirəm görüşə və Koreya ilə əlaqəli görüş olduğundan görə görüş Purple kafedə keçəcək. Yəqin ki, bir çoxlarınız tanıyırsınız. Koreyalı street food kafedir. Və hal-hazırda gedəcəyim yer Gənclik filialıdır. Orada ilk dəfə olacağım. Ona görə biraz yolu səhv saldım. Düşünürdüm o birisi tərəfdədir. Deməli, gəlib çıxdım bura. Purple. Gedək içəriyə daxil olaq. Deməli, belə. Həqiqətən hər yer, baxın, hər yer Koreya fotolarıyla, daramalardan Koreya üslubunda bəzədilib. Əsas krem var.
Baxın, yəni buralarda belə. Müxtəlif əşyalar, merchandise kimi, yəni albomlar və s. fotokartlar, məsələn, stikerlər. Baxın. Məncə çoxlarınız bunu zaten tanıyırsınız, amma bilməyənlər üçün və bəlkə yeni məhsullar gözləyənlər üçün faydalı olar. Və yaxud da bu filialı bəlkə tanımırsınız. Mən məsələn bu filialda ilk dəfəyəm. Bu isə çox gözəl və rəngarəngdir. Namsan Tower sevdiyim. Və bayraqlı isə. 잘 부탁드립니다. 안녕하세요. Baxın, bu məncə filiallardan ən maraqlı və rəngarəng fotozon dolu bir yerdir. Bayraqlar. Yəni hər yerdə bildiyiniz hər yer K-dramalarla, K-pop posterlarla doludur. Bu isə maraqlı bir hissədir. Selfie zone. Çox gözəldir buram. Burada bu hissədə selfie. Koreya üsulu selfie edə bilərsiniz. Bilirsiniz ki, Koreyada belə otaqlar məşhurdur ki, içində selfielər edirsiniz və müxtəlif aksesuarlar olur. Burada da elə hər cür aksesuar var. Çox maraqlıdır, baxın. Koreya milli üslubda edə bilərsiniz. Fərqli maskalar var. Mən çox bəyəndim bu filialı. Hətta deyərdim, ən çox bəyəndiyim filial bura oldu. Seçək. Baxaq hansı. Melek Hanım olmalı. Tak, şirinler, müşka. Sadəcə mən sırqalarımla indi bu uyğun deyil. Hola. Götürüm. Burada isə çox dadlı kimbab yedim. Daha sonra evə gəldim və evdə artıq pianino dərsim idi. Uşaqlıqdan bəri pianinoda ifa etmək xəyalım olsa da, artıq böyüyəndən sonra bu yaşımda bu xəyalı gerçəkləşdirməyə başlamışam. Xüsusən də bu il ərzində uşaqlıq xəyallarımı gerçəkləşdirəcəyim bir müddətdir. Ona görə heç bir xəyal, arzu və məqsədlərinizi həyata keçirmək üçün heç vaxt gec deyil. İstədim bu da sizə bir motivasiya olsun. Və Molda baş vermiş həmin o maraqlı hadisəni danışım sizə. Mən kitab seçərkən bir xanım mən olan şöbəyə yaxınlaşır və satıcıdan Koreya dili kitabları soruşur. Və mən də təbii ki, illərdir Koreya dilini öyrənən birisi olaraq və həmçinin də hal-hazırda Koreya dilini tədris etdiyimə görə yan keçə bilməzdim. Çünki orada olan bir çox kitablardansa başqa kitabları məsləhət gördüm. Və beləliklə o xanım ilə tanış olduq. O da sən demə Koreya dili kursu axtarırmış və belə bir maraqlı
maraqlı tanışlıq oldu. Onun üçün də ümid edirəm bölüşdüyüm məlumatlar faydalı oldu. Bu arada əgər sizin də Koreya dilini öyrənmək kimi arzunuz varsa, mütləq bizim Koreya dili mərkəzimizin səhifəsinə abunə olun və faydalanın. Bu günlük bu qədər. Sonadək izlədiyiniz üçün çox sağ olun. Növbəti videolarda görüşənədək kanala da abunə olub, videonu bəyənib, rəy bölməsində fikirlərinizi bölüşməyi unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.